Salam, bugün mən sizə dil ailələri, dil qrupları və xalqlar bölməsindən Malay xalqı, Malayziyalılar, Filippinlər və İndoneziyalılar, Malaqasilər haqqında məlumat verəcəyəm. İndoneziyada 1300-dən çox fərqli etnik qrup yaşayır, əhalisi təxminən 1000 nəfərdir. 95% yerli İndoneziyalılar əsasən Avstroneziyalı və Melanez mənşədirlər. Etnik qruplar Yava xalqı təxminən 40-41% təşkil edir. Şərqi Yavada, mərkəzi və şərqi Yavada yaşayır bu xalqlar və zəngin saray ənənələri var. Gamelan musiqisi və Vayang kölgə kuklaları var. Sundallar Qərbi Yavada yaşayan bu xalqlar fərqli mədəniyyəti, dili var və Jaipongan rəqsi kimi ənənəvi sənətləri ilə tanınırlar. Batak Sumatra adasında yaşayırlar. Fərqli ulos tekstilləri və ənənəvi yüksək mərtəbəli dam evləri ilə tanınan bir neçə etnik qrupları Toba, Karo və s. kimi ümumi adları vardır. Yəni bu etnik qruplar burada yaşayır. Minangkabau Sumatra adasında yaşayırlar və Bali dili İndoneziyada gündəlik təkliflər və mürəkkəb mərasimləri özündə birləşdirən Bali hinduizmini tətbiq etməsi ilə fərqlənirlər. Bugis Makassarese Sulawesi adasındadır. Təxminən dənizçilik tacirləri və qayıq istehsalçıları kimi tanınırlar. Ənənəvi yerli icmalar burada qeyd olunur. Dayak, Toraja, Mentawai və s. Baduy, Papua qəbilələri, Dani, Asmat, Kombai və s. Bajau, dəniz köçərləri və bir də adət ənənələri vardır. Burada əl işləri, mədəni kimlik, batik, yəni ikat toxuculuğu və ağac oyma kimi mürəkkəb sənətlər vasitəsilə ifadə olunur. Sonra burada bir şey qeyd etmək lazımdır ki, Mentawai Sumatra adasında yaşayan qəbilələr, Mentawai adasında yaşayan bu xalq animistik inancları özünə məxsus döymə ənənələri ilə tanınan İndoneziyalının ən qədim etnik qruplarından biri hesab olunurlar. Və burada milli geyimləri göstərilir.
Malayziyalılar Malay yarımadasında, Şərqi Sumatrada, Sahil Borneosunda və bu yerlər arasında yerləşən Riau arxipelaqı kimi tanınan kiçik adalarda yaşayan Austroneziyalı etnodini qrupdur. Və bu yerlər hazırda Malayziya, İndoneziya, demək, Taylandın cənub hissəsi, Singapur, Brunei, Darüssalam və Myanmanın cənubucu ölkələrinin bir hissəsidir. Burada mötərizədə həmən ərazilər qeyd olunur. Şərqi Kalimantan, Riau adaları və s. Burada toy mərasimindən çəkilən şəkildir. Ümumi sayları 30 milyon nəfərdir və dünyanın müxtəlif ölkələrində yaşayan Malayziyalıların sayları qeyd olunur. Tayland, Singapur, Brunei, Ərəb dünyası, İndoneziya, Malayziya və s. Şri Lanka, Amerika Birləşmiş Ştatları, Kanada və s. ölkələrdə yaşayan Malayziyalıların sayları qeyd olunur. Dilləri Malay dilidir və dinləri İslam dinidir, Sünni təriqətidir. Həmçinin burada dilləri İndoneziyalı, Tayland və Taylandda İngilis, ərəb, yalnız dini və s. demək, yerli dillər var. Və həmçinin qeyd edə bilərik, burada daha ətraflı qeyd olunur. Ənənəvi insanlar əsasən aşağıdakılardan ibarətdir. Orang asli Malayziya yarımadasındakı aborigen qruplar və Orang asal Sabah Sarawakdakı yerli qruplar, Senoi və Semai kimi qruplar da daxil olmaqla bu icmalar ənənəvi ovçuluq, yem axtarışı və əl sənətlərinə əsaslanaraq yağış meşələri ilə dərin əlaqələr saxlayırlar. Yəni yağışlı meşələr. Orang asli burada 3 əsas bölməyə bölünmüş 18 qrupdan ibarətdir. Burada adları qeyd olunur. Ümumiyyətlə, ən qədim xüsusi qəbilələr burada Mahmeri və İban qəbilələrdir. Burada Orang asal, yəni Sabah Sarawak əhalisinin əhəmiyyətli bir hissəsini təşkil edən İban uzun evlilər və bir də Kadazan, Dusun, Bidayuh daxildir. Burada daha aydın göstərilmişdir. Onların həyat tərzləri çoxları hələ də ənənəvi, çoxu kənd yerində yaşayır və inkişaf və torpaq itkisi səbəbindən marjinallaşma ilə üzləşirlər. Burada Melayu asliləri ən qədim sakinlər arasında hesab olunur. Və keçək ənənəvi şəkillərə baxaq, geyim tərzlərinə. Burada ənənəvi mis üzüklər taxan sonuncu Bidayuh qəbiləsindən olan xanımlar burada göstərilmişdir. Yəni milli geyimləridir. Mis üzüklər taxmışlar. Ayaqlarında, qollarında Sarawak, Bidayuh,
Filippinlilər Filippin Respublikasında yaşayan xalqlar qrupu ümumi sayı 103 milyon nəfər və o cümlədən Filippin Respublikasının əhalisi 99,9 milyon nəfərdir. Burada faizləri verilmişdir. Yaşayan əhali müxtəlif antropoloji tiplərə əsasən Qafqazoid komponentli Cənubi Monqoloid tipinə və ya qarışıq Monqoloid Avstraloid tipinə aiddir və burada Aetalar Avstraloid növündəndir. Və bir də dini əlamətlərinə görə təqribən 86% katoliklərdir, 10% müsəlmanlardır. Xristianlıq yerli inanclara qarışır və nəticədə yerli Filippin Agliapayan kilsəsi kimi məşhur sinkretik kultlar yaranır. Dillər Qərbi Avstriya-Avstroneziya dilləri qrupunun Filippin zonasına aiddir. Və İndoneziya, Malaziya dilləri də sıx bağlıdır. Yəni bu dillərlə sıx bağlıdır. Yaşayış əraziləri, ən böyük adalar Mindanao, Negros, Bohol, Cebu, Leyte, Samar, Mindoro və s. yəni adalarda yaşayır. Memarlıq işlərlə bağlı, yəni Filippin memarlığı koloniyadan əvvəlki müstəmləkəçilik və müasirliyə bölünür. Müstəmləkəçilikdən əvvəlki əsas yaşayış növü Bahay Kubo adlanan daş evlər və ağac evlərdir. Koloniyadan əvvəlki dövrdə tikinti materialları bambuq, ağac, xurma yarpaqları və digər bitki materialları idi. İspanlar özləri ilə müstəmləkə memarlığını gətirdilər. Bu üslubda olan Filippin daş evləri Bahaina Bato adlanır. Amerika hakimiyyətinin gəlişi Art Deco memarlığına keçidlə müşayiət olundu. Müasir Filippin memarlığı müxtəlif üslubları özündə birləşdirir və rəsmi olaraq Filippin Birləşmiş Memarlıqları tərəfindən hazırlanırdı. Memarlar tərəfindən hazırlanırdı. Burada Filippin müxtəlif xalqların yaşadığı ölkədir. 110-dan çox yerli etnolingvistik qrup 2010-cu il etibarilə təxminən 14-17 milyon nəfərdən ibarət olan bu icmalar tez-tez Katutubo adlandırırlar. Qərb mədəniyyətinin Aran əksəriyyəti tərəfindən geniş şəkildə qəbul edilməsinə baxmayaraq müstəmləkəçilikdən əvvəlki əlilləri, sosial təşkilatları və toxuculuq, dulusçuluq, ağac oyma da daxil olmaqla bədii bacarıqları qoruyub saxlamışlar. Yerli qruplar burada qeyd olunur. İqorod, Şimali dağlar, düyü teraslarının tikintisi ilə məşğuldurlar. Sonra Lumad Mindanao adasında yerləşir. Doğma mənasını verən Cebuano termini Lumandlar Mindanaonun qeyri-müsəlman yerli icmalarıdır və toxuculuqla məşğuldurlar. Mangyan, Mindoro, yəni 8 fərqli qrupdan ibarət olan bu xalq dinc həyat tərzi və müstəmləkəçilikdən əvvəlki heca əlifbası ilə tanınır. Negritos, burada artıq Filippinin ən qədim sakinləri hesab edilən Aeta və Ati kimi qruplar tarixən ovçu, yığıcı həyat tərzi sürərək tünd dərili və buruq saçlıdırlar. Palavan qəbiləsi sakinləri arasında burada Tagbanva və Batak çox vaxt meşə adamları adlandırılırlar bunlar. Bir də Badjao, dəniz köçərləri ənənəvi olaraq burada sahil rayonlarda yaşayırlar. Və görüntülü görək, şəkillərlə baxaq. Milli geyimləri.
Qədim Filippinlərin geyimləri. Malay dilləri. Malaylar Avstroneziya dilinə aid Malay dilində danışırlar. Qədim zamanlarda onlar Cənubi Hindistan əlifbasında yazırdılar. 14-15-ci əsrlərdə ərəb əlifbasını istifadə edirlər. Və Malaylar əsasən Cənub-Şərqi Asiya bölgəsində yayılmışlar. Bruney, Timur, İndoneziya, Madagaskar, Malayziya, Filippin və Singapurda kompakt şəkildə yaşarlar. Həmçinin Avstraliya, Kanada, Komor adaları, Almaniya, Yaponiya, Myanmar, Niderland, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Hainan, Hong Kong, Yeni Kaledoniya, Şimali Mariana adaları kimi ərazilərdə yaşarlar və Malay dilində danışırlar. Dinləri Xristianlıq, İslam, Xristianlıq, Buddizm, Hinduizm və qəbilə adət-ənənələri geniş yayılmışdır. Dəri rəngləri baxımından açıq, bürünc və tünd qəhvəyi olurlar. Malagasi dili. Malagasi Madagaskarın milli dili və Avstroneziya dillərinin Malay-Polineziya dilləri qrupunun bir üzvüdür və Madagaskarın əhalisinin əksəriyyəti Malagasi ilk dil kimi danışırlar bu dili. Dilləri Madagaskar, fransız, dinləri Xristianlıq, İslam, yerli Madagaskar dini və əlaqəli etnik qruplar burada qeyd olunur. Madagaskardakı əhali, yəni Madagaskar xalqları haqqında burada məlumat yazılır. Madagaskar ada ölkəsində yaşayan Avstroneziyalı etnik qruplardır. Bir neçə əsr ərzində əsasən adanın daxili hissələrində məskunlaşan dəniz kənarı Cənub-Şərqi Asiyadan olan Avstroneziyalılarla sonradan gəlib sahillər boyunca icmalar quran Cənub-Şərqi Afrikadan olan Bantu miqrantları arasında qarşılıqlı əlaqə nəticəsində yaranıblar. Ənənəvi olaraq Madagaskarlılar müxtəlif alt etnik qruplara bölünürlər. Burada adları qeyd olunur və həmin mərkəzi dağlıq ərazidə yaşayan Merina və Betsileo kimi dağlıqlar daha çox Avstroneziya əcdada malikdirlər. Və burada artıq Malagaslı küçə satıcısı burada qeyd olunur. Ənənəvi Malagas Baliha orkestri burada qeyd olunur. Madagaskarlı qadın, yəni ənənəvi geyimdə burada göstərilir. Milli geyimləri, Malagasilərin milli geyimləri. Malagasi dilində danışanlar Madagaskar, Komor adaları və Mayota
Yəni Malaqasi dilində danışanlar. Ümumi sayları 15 milyon nəfər.